Salam, bugün sizinle 35-ci sualın izahına baxacağıq. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. A sətrini verib və B sətrini verib. A bərabərdir A nöqtə capitalize. Yəni A sətrinin ilk hərfini böyüdəcək. Capitalize sətrin ilk hərfini böyütmək üçün istifadə olunur. Olacaq sətir aytac, ilk hərfi böyük. B bərabərdir B nöqtə A1. A1 sözün bütün hərflərini böyütmək üçün istifadə olunur. B sətrimiz bu formada olacaq. Print hissəsində print A plus B lower eləyəcək. Yəni A sətri ilə B sətrini toplayacaq və onlara lower tətbiq eləyəcək. A sətri ilə B sətrinin toplananda iki sətr toplanırsa həmən sətirlər birləşdirilir. Olacaq sözümüz Aytac, Tamila və bunlara da lower tətbiq edəcək. Lower sətrin bütün sözlərini kiçik hərflə yazmaq üçün istifadə olunacaq. Artıq sözümüz hər biri kiçik hərflə olacaq. Bu print Aytac, Tamila oldu. İkinci print A nöqtə find A. Find sətirdə elementin nömrəsini tapmaq üçün istifadə olunur. Yəni A sətrində elementin nömrəsini tapacaq. 0, 1, 2, 3, 4. A sətrində A elementinin nömrəsi 3-dür. Bu bizə 3 qaytaracaq. 3 plus B count A. Count isə B sətrində olan A-ların sayını tapacaq. B sətrində olan böyük A-ların sayı 2 olduğu üçün bizə 2 qaytaracaq və onların cəmi isə 5 olacaq. Variantımız olacaq A variantı.